Salam uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz Damla nəşriyyatın O, S, U və K hərfləri olan bölməsindən ümumi fənlər toplusundan test izahı olacaq. Gəlin baxaq görək suallarımız necədir. Hansı şəkildəki əşyanın adı S hərfi ilə başlamır? Gəlin baxaq. A hərfi nədir? A hərfi olacaq nə? Səməni. A variantındakı səməni. B-dəki qayçı, C-dəki isə süpürgə olacaq. Bizdən deyir S hərfi ilə başlamır. Deməli cavabımız olacaq qayçı. Qayçı G hərfi ilə başlayır. Sual 2. Hansı şəkildəki canlının adında U səsi daha çoxdur? Gəlin baxaq. Görək hansında U səsi daha çoxdur. Uşaqlar, baxaq. A variantında toyuqda bir U hərfi var. B variantındakı tutu quşunda tutu quşu 4 U səsi var. Dəvə quşunda isə 2 U səsi var. Deməli, ən çox U səsi hansındadır? Tutu quşunda. Sonra, şəkildəki canlının adını tapın. Uşaqlar, bu nədir? Bu kərtənkələ olacaq da, düzdür? Cavab elə A variantıdır. Sual 4. Sual 4 belədir. Nanas. Gəlin baxaq görək nə ola bilər. Uşaqlar, orada bir meyvə adı var və gəlin görək hansı hərf ora artırmalıdır ki, düzgün cavab olsun. İnanas olar, yox. Unanas olar, yox. Amma ananas olar. Deməli, cavabın hansıdır? A variantı olmuş oldu. Sual 5. Hansı söz hecalara düzgün bölünüb? Kitab, ki-tab olmalıydı. Yanlışdır. Duman, bu düz bölünüb. Dəstə yazılıb. Dəstə olmalıydı. Bu da səhvdir. Deməli, doğru cavabımız B variantıdır. Duman. Şəkildəki quşun adında verilməyən hərflər hansı bənddəki əşyanın adında var? Bu quşun adı nədir? Durna. Deməli, hansı hərflər verilməyib? U hərfi verilməyib. Gəlin, baxaq görək, hansı əşyanın adında U hərfi var? Tülküdə varmı? Yox, Ü hərfi var. Kitabda varmı? Yox, İ-A var. Amma armudda U hərfi var. Deməli, cavabımız nə oldu? A variantı olmuş oldu. Sonra, belə uşaqlar, bu günlük bu qədər. Sağ olun, salamat qalın. Növbəti dərs olan ailə və məktəb mövzusunu isə gələn dərsdə izah eləyəcəm. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.